Əbədi nura eşq olsun. Amin. Bir daha xoş gördük əzizlərim. Söhbətimizin tədris hissəsinə keçirəm. Əvvəlcə hörmətli əzizimiz olan fədakar, haqsevər İradə xanım Məmmədovaya göz aydınlığı verirəm. Həmişə xoş sədaları gəlsin. Qəlbləri fərəhlə dolsun və kədərdən, qəmdən uzaq olsunlar. Amin. O cümlədən İradə xanım Hüseynovaya da öz salamımı bildirirəm, çatdırıram və tövsiyə edirəm ki, səbirli olsun. Bu hamının başına gələn işdir. Atasının ruhu şad olsun. Nə vaxt məsləhət bilər, şərh yazar, müəyyən qədər məlumatlanarıq. Təmkinli olmağa çağırıram hörmətli İradə xanımı. Və hörmətli Tamella xanım, sizi də Allah eşqi ilə salamlayıb alqışlayıram. Çox sağ olun ki, intizarımıza son qoydunuz, şərh yazdınız. Yəni, şükür Allaha bildik ki, bir narahatlıq yox, ağrıma yox, sağlamsınız və inşallah belə də bu məsafəli də olsa fikrimizi bölüşərik və bu müqəddəs yolda bərabər addımlarıq. Çox sağ olun. Demək, hörmətli Etibar bəy, əziz oğlum, yazılarınızı, şərhinizi oxudum. Allah razı olsun sizdən. Mən bilirdim ki, hansısa mənbədən qeyd edirsiniz, amma sizin zəkanıza görə belə fikirləşdim ki, ola bilər özünüzdə yaza bilərsiniz o fikirləri və yaxud da ki, sintez edərsiniz. Və çox sağ olun ki, bu kimi fikirlərlə məlumatlandırırsınız məni də, əzizlərimizi də. Elə hesab edirəm ki, o fikirlər öz düşündüklərinizdir. Çünki zəkanız buna imkan verir. Bu kimi insanlar da oyanışlı olaraq Allahımızdan fikirlər alıblar. İlahi varlıqlar bu cür insanları həmişə nəzarətdə saxlayır. Bu mənada ki, onlara qayğı göstərirlər. Qanunun yol verdiyi həddə köməklik edirlər. Elə ən dəyərli sərvət mənəvi olandır. Heç də filosofların hamısı belə olmur. Kimlərsə oxumaqla nəyisə öyrənirlər, kimlərsə fəhmlə, vəhlə, ilahidən gələn fikirləri qəbul edir və məlumat üçün qeydlər aparırlar, insanlara çatdırırlar. Burada odlu dünyada bəxtiyarlıq halım başlıqlı yazı çox gözəldir. Yəni, dediyim kimi, o hallar mənəvi aləmin varlığından xəbər verir və doğru düzgün də qeyd edibsiniz ki, söhbətinizdə, yəni şərhinizdə ki, odlu dünya nurlar dünyası olan haqq dərgahıdır. Və mən də belə qəbul edirəm, elə də vardır. O, səadət dünyasıdır əsl mənada. Biz o dünyaya keçid üçün hazırlaşırıq. Onu bizə pay verməyəcəklər. Biz özümüz qazanacağıq onu. Bax, bu fəaliyyətimizlə. Ona görə də fəallığımızdan qalmayaq.
Sonra burada yazmışam. Şükranlıq barədə. Onu bilmirəm. Əsrar xanıma aid yazmışam. Biraz qarışıq yazmışam. Bu mənim səhvimdir. Nə fərqi vardır? Və şükranlıq həmişə lazımdır. Naşükürlük etmək olmaz. Allahımıza minnətdar olmalıyıq hər zaman. Test, yəni ki, mənə belə gəlir ki, hələ ki belə bəs edər. Lazım olanları yazıbsınız və mən də imkan tapdıqca öz qeydlərimi edəcəm və nəzərinizə çatdıracağam. Qarşılıqlı olaraq hamımız nəyi bacarırıqsa əlavələr edərik ki, mükəmməl olsun və mütəmadi olaraq o kimi yazıları hazırlayıb yaxınlarımıza, əzizlərimizə, evladlarımıza paylamalıyıq ki, görək nə düşünürlər, həyata necə baxırlar. Hələ ki, mənə belə gəlir, bəs eləyər. Allah sizdən razı olsun, Etibar bəy. Şikayət etmək istəmirəm. Vaxt darlıq edir mənim üçün. Bax, işlərimizlə bağlı bu fikirləri yazmaq, qeyd eləmək biraz çətinlik törədir. Ona görə də mən hansı ki o həqiqətlə bağlı fikirlərdən bu günə aid olan da adət üzrə hər günə bir açılış yazıram. Yaza bilməmişəm. İnşallah. Yəqin ki, sabah üçün bəlkə də ikisini hazırladım. Mən çətinlik çəkmirəm. Əyləşib yazmaq lazımdır. Özdə qaralama edib ağlamaya köçürmürəm. Bu da Allahın bəxş etdiyidir. Minnətdaram Allahımıza. Əsrar xanım, qeydlərə və şeirə görə çox sağ olun. Burada mən yenə deyirəm, tam aydın şəkildə yazmamışam. Elə hesab edirəm ki, o yazdıqlarınız da Alidə xanımın yazdığı kimi daxili aləmimizin bir sədasıdır, bir nidasıdır. Çox sağ olun, çox xoşuma gəldi. Allah sizdən razı olsun. Burada yazmışam, bəşəri də yazmışam. Yazan zaman yadımda qalır, sonra yadımdan çıxır deyin, qısa olaraq yazmışam da. Elə bəşəri dərdimizdir də bütün bu gedişatın hamısı. Anar bəyə də məndən salam deyirsiniz. Zinham xanım, çox sağ olun. İradə xanım barədə yazmışdınız. Mən gecə 12 idi sizin o şərhinizi oxuyanda. Ona görə də bugün Arifə qızımla əlaqə yaratdım, məlumatlı oldum və bir daha da deyirəm, gözü aydın olsun, həmişə xoş sədaları gəlsin evladlarının, əzizlərinin. Hörmətli Malikə xanım, səmimi qəlb sözlərinizə görə çox sağ olun. Allah sizdən razı olsun və həmişə də bir mənalı olaraq xoş qəbul edirəm yazılarınızı. Çünki səmimidir, qəlbdən gələndir. Gülbəniz xanım, əziz bacım, şərhlərinizə görə çox sağ olun. Hər dəfə ürəyinizdən gələn gözəl sözlər yazırsınız və bütün duyğularınızı, xoş sözlərinizi mən də öz tərəfimdən sizə ünvanlayıram. Reyhanə xanım, bəli, can ağrıdan şeylər çoxdur. Mənəvi istiraba dözməli oluruq. Nə etməli? Həyatın gedişatıdır. Əzmkar olmalıyıq.
qətiyyən belə deyim də şər təsirlərdən əndişələnib geri durmaq olmaz. Hamımız bir ailə üzvü kimi əl-ələ verməliyik. Mən hər birinizi ailəmizin üzvü kimi qəbul etmişəm. O cümlədən Tamella xanımı da. Bu fikri mən söyləmişəm ki, dünyanın hər yerindən oyanışlıları uca yaradan ali varlıqlar istiqamətləndirəcəklər mərkəzə və biz bir ev yiyəsi kimi onları qəbul edəsi olacağıq. Məndə seçim yoxdur. Yəni ki, bu mənada seçim yoxdur ki, ayrı seçkilik salam, kiməsə belə deyim də üstün fikir göstərəm, elə yanaşam, kimsə mənə biraz ögeyikdir. Bax, belə şeylər məndən uzaqdır. O bir kobud misal var idi, su ki girdi qaba oldu içməli. Bir halda ki, səmimiyyətlə bizim ailəyə belə deyərdim də, üzv olubsunuz bu mənada, elə ailə üzvlərindən birisiniz. Hamı bərabərdir. Bərabərlik olmasa, haqq ədalət də bizim ailəmizdə yaşanmayacaq, olmayacaq. Hər birinizə təşəkkür edirəm. Arifə qızım, Nurayna balam, hər birinizi bir daha Allah eşqi ilə salamlayıb, alqışlayıram. Var olasınız. Arifə qızım şərh yazır. Nuraynənin bilirəm ki, müəyyən qədər işləri çoxdur. Eyb etməz, əziz balamdır. Və hər ikisini də alnından öpürəm. Əzizimiz Validə xanım, gözəl sözləriniz üçün, şərhiniz üçün çox sağ olun. Allah razı olsun sizdən. Çinara qızımı da salamlayıram. Mənim salamımı çatdırarsınız. Uğurun, amalın üzündən öpər Çinara qızım. Bir müddətdir şərh yazmır, amma eyb etməz. Təki canı sağ olsun, təki narahatlıq olmasın. Ələ qızım, Leyla balam, sizi də Allah eşqi ilə salamlayıb alqışlayıram. Münasibətinizə görə, şərhinizə görə çox sağ olun, Ələ xanım. Leyla balanı da öpərsən də əvəzimdən. Və eləcə də Şəlalə xanımı. Uğuru, Emili, Rüstəmi salamlayıb öpürəm. Onlar da mənim nəvələrimdir, mənəvi olaraq. Sağ olsunlar hamısı. Hamınız var olun. Əmanət xanım, bütün şərhlərinizə görə var olasınız. Allah razı olsun sizdən. İnci balanı, Ayla balanı da öpürəm. Sağ olsunlar. Sonra bəşəri dildə yazırsınız hər biriniz. Əsasən də siz də qeyd edirsiniz. Bu da çox gözəldir, yaxşıdır. Amma qift edirəm də sizlərə. Etibar olun, deyir, öyrənirəm. Siz məndən yaxşı bilirsiniz, ha, Etibar bəy. Öyrənmək üçün elə bir ki, qəribədir, vaxt tapa bilmirəm. Elə nə bilirəmsə, öyrənməyə çalışıram, amma sonra yadımdan çıxır. Yazanda yadıma düşür ki, hə, bu söz belə tərcümə olunur, belədir. Əzizimiz Heyrə xanım, Hikmət xanım, var olasınız. Heyrə xanım, qəlb sözlərinizə görə Allah sizdən razı olsun və siz də hamımızın doğmasısınız, əzizisiniz və sizi uca məqamda görürük. Mən də buna şad oluram. Bəzi sözləri yazmışam, onu xahiş edirəm, qeyd eləyin. Hecan nə idi? Şəkilçilərlə bağlı fikrimi bildirim. Və o təklifə görə ki, hansı ki, təklif olunmuşdu ki, tərcümə olunsa lap yaxşıdır. Mən də bilinən, bilinməyən sözləri tərcümə etmişəm. Bilinənləri, o heç qoyarsınız qırağa, bilinməyənləri qeyd eləyərsiniz. Sa, sə şəkilçidir. Sonra da davamı olaraq sı, su, si, sü şəkilçilərdir.
Sa, sə şəkilçisi hedlə əvəz olunur. H, e, d, hed mənaya görə. Ancaq o s, su, si, sü şəkilçiləri hey ilə y-dır. Birində d-dır, birində y-dır. Hed, hey. İndi hedlə əvəzlənən sa-sə şəkilçisinə aid sözləri deyirəm. Məsəl üçün, qalsa, açsa, yatsa, alsa, batsa. Yəni, qalsa, hed-cüy, qalsa, hed-cüy. Açsa, hed-isək, hed-isək, belə də deyə bilərik. Yatsa, hed-hərüy, hər-uy, udur, hər-uy. Alsa, əgər alsa, hed-fuyəy, hed-fuyəy, y-dır, 2 dənə y. Hed-fuyəy, batsa, hed-tixəy, tixəy, axırı y-dır. İndi gəlsə, gülsə, küssə, gütsə, görsə. Gəlsə, hed-əddəy, gülsə, hed-ühəm. Yəni, belə deyək də, hed-əddəy, hed-ühəm. Küssə, hed-duəy, hed-duhəy, h-dır. Hed-duhəy. Küssə, gütsə, gütsə, hed-ünay, hed-unay, hed-ünay, belə də demək olar. Görsə, hed-hüzəy, hüzəy, hed-hüzəy, hüzəy, görsə. İndi s şəkilçisi ilə əlaqəli arxası, acısı, arısı, babası. Tərcümə də belədir. Arxası, evin arxası. Hey oyaq, hey oyaq. Acısı, hey ecək, hey ecək, k-dır. Hey ecək, hey ecək, hey ecək, k. Arısı, hey padi, hey padi, arısı. Babası, hey abdə. Görürsünüz, o əvvəlkində sağda, sədə hed idi. Burada artıq heydir. Qorxusu, qonşusu, oğrusu, qurusu, ərik qurusu, alça qurusu. Və belə. Qorxusu, hey cuxə, cuxə, cuxə. Qonşusu, hey durəs. Oğrusu, hey o ət, hey o ət. O ət oğru deməkdə. Hey o ət, hey o ət. Qurusu, hey pək bu, pək bu, pək bu. Hey pək bu, qurusu. Sonra nəticəsi, işin nəticəsi. Nənəsi, dəstəsi, zərbəsi. İndi deyirik, nəvə, nəticə. İndi bilmirəm, bu sözü ona aid etmək olarsa, o zaman elə deyərik. Amma işin nəticəsi olaraq deyirəm mən. Nəticəsi, hey bitak, bitak, hey bitak. Nənəsi, hey o mən, hey o mən, hey o mən. Dəstəsi, hey geftu, hey geftu, t-dır, geftu. Zərbəsi, hey bituf, hey bituf. Sonra sürüsü, qoyun sürüsü, ölçüsü, ölüsü, körpüsü. Sürüsü, hey ceyu, hey ceyu. Ölçüsü, hey etus, hey etus, hey etus. Ölüsü, hey jüs, 2 s-dır. Amma bir s səslənir də. Ölüsü, hey jüs. Körpüsü, hey şabi.
Şabi körpü deməkdir. Hey Şabi körpüsü. Sonra növbəti demək şəkilçilər bunlardır. Mış, miş, müş, muş. Əvəzlənir əqlə. Əq, əq. Yatmış, yazmış, almış. Burada mən iki yazmışam, amma fərqli sözdür. Bax, bilmədiyimə görə birini ixtisara salıram, onu düzəldəcəm. Hansıdır o? Yatmış, əq həruy, həruy, əq həruy, yazmış. Bu yəqin, yox, yatmış yox. Azmış olar. Hər halda sabah inşallah deyərəm, düzəldərsiniz. Azmış, yəni əq gərək, əq gərək. Yazmış, əq ixəydir, əq ixəy yazmış. Azmış, əgər elədirsə, azmış əq gərək, almış, əq fuyəy, almış. Kəsmiş, itmiş, çəkmiş, keçmiş. Kəsmiş, əq təf, təf, fıdır. İtmiş, əq təs, iki sıdır da, itmiş, əq təs. Bundan əvvəl mən iki sı ilə olan nəyi oxudum? Görüm, tapa bilirəm. Hə, o jüs idi. Hə, o ayrı söz idi. İtmiş, əq təs, iki sı. Çəkmiş, əqcəy, əqcəy, çəkmiş. Keçmiş, əqqəy, 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 keçmiş. Küsmüş, güdmüş, gülmüş, görmüş. Küsmüş, əqduhəy, əqduhəy, əqduhəy. Güdmüş, əqünay, əqünay, əqünay. Güdmüş, gülmüş, gülmüş, əqasəy, 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 əqasəy. Gülmüş, görmüş, əqhüzəy, əqhüzəy. Sonra qurmuş, boğmuş, yummuş, yummuş, gözünü yummuş halda. Yormuş, qurmuş, əqişpəy, əqişpəy. Qurmuş, qurub düzəltmək, əqişpəy. Boğmuş, əqcif, fıdır, əqcif. Çıdır, əqçif, əqçif. Yummuş, əqqixəy, əqqixəy. İki qıdır, əqqixəy, əqqixəy. Yormuş, əqqapəy. Ça yox, çıdır, kıdır. Əqqapəy. Yormuş, əqqapəy. Demək, bu da belə. Sonra sözlər, hansı ki yeni sözlərdir, qeyd eləyin onu baza üçün. Meyl etmək, meyl. Meyl, əyb, ə-y-b, 3 hərfdir, əyb. Metal, heypa, heypa, metal. Metro, emki, kıdır, emki. Metro, metr, 1 metr, 2 metr, bax belə. Ayd, A-y-d, 3 hərfdir. Metr, ayd. Naz, naz etmək. Ənbə, ən-ıdır, ənbə. Nakişi, bədröy, bədröy. Nakam,
Kedur, kedür, üdü, kedür, kedür, nakam. Nesil, evdi, evdi. O baştan durmaq, o baştan. Uc yuta, ucudur, uc yuta. Oyun, izəf, fıdı, izəf. Okean, tərəş, tərəş. Onurğa, əştay, əştay, yıd axırı, əştay, onurğa. Parç, su içmək üçün parç. İki ödü, nöç, nöç. Parça, əsüş, əsüş, parça. Paxıl, yaqəs, 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 paxıl. Paxır, paxır, şöya. Raket, peyrəf, fıd axırı, peyrəf. Sonra real, real görünən, real olan. Omellıdır, omel, omel. Rezin, yugif, 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 rezin. Sonra bitki olan reyhan, üpəs, üpəs, üpəs. Bu da sözlər. Himnidən də bir cümlə tərcümə, bir sətirdə tərcümə etmişəm, qeyd eləyin. Bildizdə Azərbaycan, Azərbaycan. Yakən səragcə, yakən səragcə, Azərbaycan deməkdir. Yakən kıdır, yakən səragcə. Sonra, ey qəhrəman övladın şanlı vətəni. Qay kebər ehubər ya da heş tihadə. Qay kebər ehubər ya da heş tihudə. Ey qəhrəman övladın şanlı vətəni. Səndən ötürü can verməyə cümlə hazırız. Hazırız. Biz hazırıq deyirik də. Səndən ötürü can verməyə cümlə hazırız. Görünür ki, o vaxtı belə işlənirmiş söz. Səhv etmirəmsə, Əhməd Cavadın sözləridir də bu. Səndən, dedu, səndən ötürü, kuəz, kuəz, səndən ötürü, can, aqcə, aqcə, verməyə, dirə oqəy, cümlə, yəni hamımızda, cümlə, hamı, cəmyə, cümlə. Ul beyvad, hazırız. Ullıdır, ul beyvad. Hazırıq, hazırız, bax belə. Səndən ötürü can verməyə cümlə hazırız. Dedu, kuəz, aqcə, dirə oqəy, cəmyə, ul beyvad. Bir sətir kifayət edər. İndi öyrənsəniz də, öyrənməsəniz də öz ixtiyarınızdadır. Və heç bir sözü, cümləni də öyrənmək üçün nə təkid etmirəm, nə məcbur etmirəm. İxtiyar sahibisiniz. Cümlələrdən də bu günə aid olanı deyim, qeyd eləyin. Səni çağıran kim idi? Sual edir. Tidu, suydu qəy, diyə uvdu.
Tidu səni çağıran suyduqay kim deyə 3 hərfdir. Deyə idi uvdu. Tidu suyduqay deyə uvdu. Səni çağıran kim idi? Bunu qeyd eləyin. Dediyim kimi ixtiyar sahibisiniz. Mən istəmirəm ki, siz narahatlıq keçirəsiniz. Yəni, tələsməyə lüzum da yoxdur. Baxmayaraq ki, vaxt sürətlə keçir. Səbirlə, təmkinlə hər işə yanaşsaq yaxşıdır. Bununla da tədris hissəsini sona çatdırdım. Var olasınız. Allah hər birinizdən razı olsun. Demişəm, nə kimi sözünüz var? Ola bilər ki, sizə narahatlıq törədən nəsə tələskənlik var və yaxud da ki, anlaşılmazlıq var. Çəkinmək lazım deyil. Rahatca qəbul edəcəm, hər şeyi qeyd eləyərsiniz. Hələlik bu qədər. Sizinlə həm ali varlıqlara da öz təşəkkürümü izhar edirəm. Ana yurdumuza, ana torpağımıza, ana vətənimizə təşəkkürlüyəm. Şükür edirəm Allahımızın varlığına, minnətdaram Allahımıza əbədi olaraq və əbədiyyən də o uca varlığın, o ülviyyətin sevə-sevə səcdəsində və xidmətindəyəm. Hələlik bu qədər. Sağ olun, salamat qalın. Növbəti görüşümüzə, söhbətimizə dək.